ailesi, hamımız üzüldü. Yəni hər bir ziyalımız, hər bir ziyalı insan cəmiyyətin işığı. Sanki bir balaca işığımız sönür. Bir işığımız bitir. Naxçıvan Bakı TV o qədər də olmaz da. Yəni gəlmişəm ailəsinə başsağlığı vermək. Nə deyim, yəni çox çətindir. Bu anda çətindir danışmaq. Danışa bilməsəcəklər. Gülərüz. 25 ildir mən Cabirlə, 25 ildir dostluğumuz var. Bakılı Oğlanlar komandasının vaxtından mənim bütün səhnə karyeramda Cabir hər zaman yanımızda olan, müxtəlif layihələrdə iştirak edən dostumuz, bir dostumuz getdi bizdən bugün. Cabir həmişə bizim üzümüzdə, bugün belə danışanda içimiz, bir gözümüz ağlayır, bir gözümüz onu, ürəyimiz onu, gülərüz, bizi güldürən, bizi düşündürən, bizim əhvalımızı həmişə yüksəyə qaldıran bir sənət adamı, bir bəstəkar kimi, gözəl bəstəkar idi, gözəl mahnılarında, layihələrində iştirak eləmişəm. Yəni, təbii ki, hər bir Azərbaycanlı onu izləyən, onun tamaşaçısı, onun dostu, onun qəlbində Cabir hər zaman var, hər zaman olacaq.